Ə, deməli, zərb belə çox nərdiyyat qissəsi deyil. Ona görə əsas yerlərini izah edəcəm, keçəcəm. Əsas nə var, nə yox. Usta işləyir, ona fikir verməyək. Deməli, zərb digər nitq qissələri ilə ortaq sözlərə malikdir. Belə ki, həm isimlə, həm sifətlə, həm sayla ortaq sözləri var. Necə fərqləndirəcəm? Hərəkətə aiddirsə olur zərb. Yox, əgər ismə aiddirsə və yaxud da insan anlayışı, insan deməyim, əşya anlayışı bildirirsə, onda olur isim kimi. Amma əgər ismə aid, ismin əlamətini, keyfiyyətini və yaxud da ismin kəmiyyətini bildirirsə, əşyanın kəmiyyətini bildirirsə, o olur sifət və sifət funksiyasına çıxış edir. Amma yox, hərəkətə aiddirsə, onda deyəcəm zərb. Bir də nə vaxt olur zərf kimi çıxış edir? Sifətə aiddirsə, sözün özü, belə deyim, sifətə aiddirsə, sifəti izah edirsə, həmin sözə zərf deyəcəm. Məsələn, xeyli sözünü deyə bilərsiniz ki, mənim burada hərəkətə aid deyil, eyb yoxdur. Əlamətə də aid olsa, mən onu zərf kimi göstərəcəm. Yəni, sifət kimi götürə bilmərəm və yaxud da say kimi götürə bilmərəm. Deməli, zərfin həm hərəkətə, həm hökmə aid olma məsələsi var. Hərəkətə aid olmaq o deməkdir ki, bildiyimiz fe'li xəbərli cümləyə aid olsun. Hökmə aid olmaq da ismi xəbərli cümləyə aid olsun. Yəni, o demək. Çox belə böyük bir şey deyil. Əgər, məsələn, sual verə bilər ki, hansı cümlədə zərf hökmə aiddir? Onda, məsələn, ismi xəbərli cümlə götürəsiniz. Yəni, fe'lin təsriflənən formaları olmayacaq. Bu, ismi fe'li xəbər anlayışını izah eləmişim. Ona görə bunu çox üstünü daymaq istəmirəm. Sonra, deməli, qabaq-qarşı tipli sözlər var ki, bunlar cümlədə zərflik kimi çıxış edə bilər. Həm zərflik kimi, həm sifət kimi çıxış edə bilər. Məsələn, qabaqda gedir ifadəsində gedir sözü hərəkətdə, hərəkətə aiddir. Burada qabaqda sözü zərf olacaq. Amma qabaq cərgədə oturub ifadəsində qabaq sözü əşyaya aid olduğuna görə sifət olacaq. Zərf həm təsriflənən, həm təsriflənməyən fe'llərə aid ola bilər. Eyni zamanda cümlədə bütün cümlə üzrə funksiyasına çıxış edə bilər, hətta təyin də ola bilər. Məsələn, yuxarı mərtəbə deyirəm. Yuxarı mərtəbə ifadəsinin hansı mərtəbə yuxarı ayrıca təyin funksiyasında olur. Qoşmalarla işlənə bilər. Cümlədə məsələn deyirəm ki, aşağıya tərəf ifadəsində tərəf sözü qoşmadır. Tərəf sözü qoşmadır. Aşağı tərəf ifadəsində isə tərəf sözü isimdir. İndi fərqi nədir bu iki ifadənin? Birincisində zərf yönlü hal şəkildə qəbul edir, amma ikincisində hər hansı bir şəkildə qəbul edilməyib. Bu cümlə üzvlərinin təhlilində müəyyən dəyişikliyə səbəb olacaq. Bu hər ikisi deməli aşağıdakı cümlə iki cür təhlil oluna bilər. Həm bir yerə təhlil oluna bilər, həm aşağı cümlə ayrıca təyin ola bilər. Amma yuxarıdakı ifadədə tək zərfli funksiyasını verəcək. Qoşma qoşulduğu sözün bir cümlə üzvü olur ona görə. Sonra bəzi məsələ sual verə bilər ki, hansı cümlədə ki, zərfi mən 2-3 formada fikirləşə bilirəm. Yəni 2-3 qissəsi kimi fikirləşə bilirəm. İndi orada həmin sözü sizin üçün fərqləndirəcək, deyəcək və ya fərqləndirəcək, ya da deyəcək ki, cümlədəki zərfi neçə qissəsi kimi düşünə bilirəm. Bu şəkildə bir sual verəcək. Onda xüsusi isim kimi işlədiyini görün, işlədə bilirsinizmi? Xüsusi isim kimi işlədə bilmirsinizsə, məsələn, baxın, görün, başqa necə işlədə bilərəm? Özündən sonra isim gətirə bilirəmmi? Özündən sonra əşya gətirə bilirəmmi? Yəni, bunlara fikir verin. Məsələn, səhər yeməyini yedi ifadəsində mən 3 fikir gətirə bilirəm. Forma olaraq 3 cür, nitq qissəsi olaraq 2 cür isim və zərf kimi fikirləşə bilirəm. Nə vaxt yedi? Səhər yedi deyəndə zərf olur. Kim yedi? Səhər. Yəni, insan anlayışı bildirəndə yeməyini kim yedi? Səhər. Adamın. Bu olur isim kimi. Bir də səhər yeməyi ifadəsi ikinci nöqtənin söz birləşməsi kimi olanda da birinci sözdə olan səhər sözü isim funksiyasına çıxış edir. Yəni, 2 dəfə isim funksiyasını, bir dəfə zərf funksiyasını çıxış edə bilər. Sonra, aylarla, günlərlə, illərlə tipli sözlər zaman anlayışı bildirir deyə, zaman anlayışı bildirmə əsli çıxmır. Tərkibində zaman məzmunu sözlərlə düzəlib deyə, yəni aydır, gündür, ildir. Bu tipli sözlərlə düzəlib deyə, mən onları bəzən zaman zərfindən qarşıdıra bilərəm. Amma zaman zərfi deyil, kəmiyyət zərfi. Məntiqi nədir? Məsələn, mən onu aylarla gözlədim. Orada bir kəmiyyət məzmunu var da, artıq nə qədər gözlədim, aylarla gözlədim, nə qədər sualını verirəm, nə qədər sualını verirəmsə də, deməli ki, o kəmiyyət zərfi yəni başqa bir zərf olmaz, zaman zərfi olmaz.
Aha. Başqa nə var idi burada? Lalə şəklisi ilə deyək ki, əgər konkret isimlərə qoşulursa qovuşmalıdır, mücərrəd isimlərə qoşulursa deməli zərfli cümlədir. Amma burada dəyişə bilər. Cümlənin yenə deyirəm mənasına baxmalı. Məsələn deyirəm ki, mən qələmlə yazıram. Bir də deyirəm ki, məsələn o güclə danışır. Məsələn, 2 dənə cümlədir. Bu 2 dənə cümlədə qələm sözü konkret isimdir, düzdür. Qələm sözü konkret isimdir və vasitə bildirir. Ona görə bu deyəcəm ki, buradakı lalə ilədir və bu söz isimdir də, yəni. Amma ikinci cümlədə danışır necə güclü, nə tərzdə. Güc sözü mücərrəd isimdir. Mücərrəd isimə lalə artıranda zərf yaranır. Bunu belə də fikirləşə bilərsiniz. Amma bəzən bu tam işə yaramır. Məsələn, deyirəm ki, güclə heç nəyə nail olmaq olmaz. Bu tipli cümlədə məsələn, güclə ifadəsi qoşmadır. Nə olsun ki, lalə qoşmadır, yəni onu demək istəyirəm. Nə olsun ki, mücərrəd ismə qoşur. Bu həmişə işə yaramır. Fikir verməli olduğunuz əsas nöqtə ondan ibarətdir ki, qoşma olarsa, qoşmada bir vasitə məzmunu var. Bir vasitə anlayışı bildirir. Vasitə anlayışı bildirəndə isim və yaxud söz üstə gəlsin qoşma olur. Yox, vasitə anlayışı bildirməyəndə olur zərf kimi. Belə də fikirləşin. Belə də yazılsın. Bilərsiniz, o bu konkret mücərrədin məsələsi həmişə işə yaramır. %90 işə yaradır. Sonra Zacə qoşması nədir o? Zacə şəkilsi dil adları əmələ gətirərsə zərf olur. Məsələn, rusca, ingiliscə, türkcə və s. Amma məsələn, desəm ki, məsələn, əvvəlcə sən danış və yaxud da buradaca sözündə, indicə sözündə bu sözlərdə cacə şəkilsi zərf yox, qoşmadır. O da cacə şəkilsi qoşmadır, yəni. Şəkilsi deyil, leksik şəkilsi deyil, zərf müzəffirliyən. Sonra, deməli, bəkdən tipli sözlər var ki, məsələn, o bəkdən danışırdı. Burada bəkdən sözü zərfdir, yəni adından göründüyü kimi, adından və mənasından göründüyü kimi zərf. Amma məsələn, desəm ki, almanı alanda bəkdən alma. Məsələn, burada mən bəkdən sözünü zərf deməyəcəm ki, təbii ki, deyəcəm, bəkdən sözü sifətdir. Yəni, bərk almadan alma mənasında. Ona görə cümlədən baxın da, yəni mənasına fikir verin əsas. Və yaxud da deyirəm ki, o birdən güldü. Nə tərzdə güldü birdən? Məsələn, oradakı birdən sözü tərzəki səhvdir. Amma deyirəm ki, məsələn, birdən böyük 2 var. Yəni, burada birdən sözünü deməyəcəm ki, səhv. Təbii ki, saydı orada. Ona görə deyirik ki, cümlədə mənaya baxın, mənaya əsasən müəyyənləşdirin. Sonra təklikdə, birlikdə tipli sözlər zərf funksiyasındadır. Bir də məsələn, birlikdə sözü, təklikdə sözü iki formada fikirləşə bilirəm. Bir məsələn deyirəm ki, onlar birlikdə getdilər. Birlikdə sözü nə olur? Təzəkə zərf olur. Bir də deyirəm ki, məsələn, birlikdə fayda var. Birlikdə fayda var ifadəsində fayda var. Nə fayda? Nədə? Birlikdə. Birlik sözü isim olur artıq. Amma zərf olsa, lıq üstə gəlsin, dadə söz olacaq. Söz götürüləcək və zərf olacaq. Zərf nəzər. Sonra yaxşı, pis sözlər var ki, bayaq qeyd etdiyimiz kimi həm sifət olur, həm zərf olur. Fərqləndirmək üçün də hərəkət anlayışına baxırsan ki, hərəkət anlayışı bildirirsə, zərfli əşya anlayışı bildirirsə, sifət deyən əşyaya aidsə, sifət deyilir. Sonra bir çox, bir neçə, sonra bir sıra. Bu tipli sözlər, bu tipli saylar daha doğrusu. Bu tipli saylar sadəcə say olur. Yəni, mən buna həm zərflə ortaq söz deyə bilmərəm. Sadəcə saydır bunlar, yəni. Zərf ola bilməz. Cümlədə verər bir çox sözünü. Deyək ki, məsələn, fərqləndirilmiş söz cümlədə həm zərf, həm sifət kimi çıxış eləyə bilər. Cümlədəki məsələn fərqləndirilmiş sözdə.
səhvdir. Bu üç dənə sadəcə sakin çıxış edir. Zərf ola bilməz. Sonra günorta, səhər, axşam, sabah tipli sözlər var ki, bunlar da həm isim, həm deməli zərf kimi çıxış edir. Bu da əgər zaman anlayışı bildirirsə zərfdir, yox, zaman anlayışı bildirmirsə isimdir. Məsələn, deyirəm ki, axşam gələcəm. Nə vaxt, nə zaman? Axşam. Zərfdir də, nə zaman sualına. Amma bir də deyirəm ki, məsələn, buranın axşamları qəşəng olur. Məsələn də maraqlı olur. Maraqlı olur. Nəyə buranın axşamları? Yaxud da buranın sözünü işlətmirəm. Axşamları maraqlı olur. Maraqlı olur. Nəyə axşamları? Nə sualına cavab verirsə, olacaq isim kimi. Nə zaman sualına cavab verirsə, olur zərf kimi. Sonra bildir sözü. Bildir sözü deməli vurğusuna görə fərqlənən bir sözdür. Vurğusuna görə fərqlənməsinə görə də nitq səsi dəyişir. Deməli bildir sözü əgər vurğu əvvələ düşərsə, əvvəldə varsa vurğu, onda zərf funksiyasına çıxış edəcək. Yox, əgər sonda olsa, onda fe'l funksiyasına çıxış edəcək. Nəyisə bildirmək mənasında. Buna zərf funksiyasında bildir gəlmişdir. Yəni ki, bunun əvvəl gəlmişdi mənasında. Sonra bəzi sözlər var ki, onlar zaman məzmunu bildirsə də zaman zərfi deyil, sadəcə söz birləşməsidir. Məsələn, ayın 5-i, saat 5 söz ifadələr var ki, bu ifadələr mən onlara zaman zərfi deyə bilmərəm. Maksimum olaraq cümlədə zaman zərfliyi funksiyasına çıxış edə bilər. Sonra deməli bir gün ifadəsi, hər gün ifadəsi, məsələn bu kimi ifadələr var ki, bunlar cümlədə həm bütöv şəkildə zaman zərfi ola bilər, həm də ayrı-ayrı say məsələn üstəgəl isim, sonra əvəzli üstəgəl isim funksiyasına çıxış edə bilər. Necə fərqləndirəcəm? Sözü çıxıram, məsələn bir sayını, birdirsə əgər, bir gün məsələn onu 2 ilə əvəz edirəm. Məsələn, yarışa bir gün qalıb. Yarışa 2 gün qalıb deyə bilirəm. Yazaq onu. Mən burada yarışa 2 gün qalıb deyə bilirəm. Bir sözünü silirəm. Yəni 2 yaza bilirəm. 2 gün qalıb deyə bilirəm. Deməli, buradakı bir sözü daha doğrusu saydı. Gün sözü də isim. Burada zərfli bir şey yox. Deyirəm ki, bir gün hər şey yaxşı olacaq. Olacaq. Məsələn, bu ifadədə isə bir gün sözünü 2 gün hər şey yaxşı olacaq deyə bilmirəm. Mənasız bir cümlə olur. Ona görə oradakı bir gün sözü bütövlükdə zaman zərfidir. Sonra bu bir gün, bu gün, hər gün bu tipli sözlərə də aiddir. Yəni hamısını ifadə edə bilərsiniz. Sonra hər an onları məsələn hər bir şeylə əvəz edə bilərsiniz. Məsələn, hər an sənin fikirləşirəm, həmişə sənin fikirləşirəm deyə bilirsiniz. Deməli, oradakı hər an zaman zərfidir. Həmişə əvəz edə bilərsiniz. O hər sözü ilə olanlar. Sonra öz-özünə ifadəsi. Öz-özünə ifadəsi cümlədə zərf funksiyasını çıxış edir. Yəni, zərf olur cümlədə mən o əvəzlik deyə bilmərəm. Əvəzlikdən yaranmış mürəkkəb zərfdir. Sonra hər tərəf ifadəsi birinci nöqtənin söz birləşməsidir. Yəni, yer zərfi deyil. Məsələn, hər tərəf yaşıllığa bölünmüşdür. Bölünmüşdür hara hər tərəf. Və yaxud bu cümlədə məsələn hara sözü mübtədadır o heç. Amma zərf funksiyasına çıxış edən maksimum zərflik funksiyasına çıxış edə bilər. O da zərflə zərflik tamamilə fərqli anlayışlardır. Zərflik sintaksisdə olur, amma zərf morfologiyada olur. Bütün zərflər zərflik funksiyasında çıxış eləmir və yaxud da bütün zərfliklər zərf deyil. Belə sonra açı və aynə şəkilçisi ilə düzələn sözlər də sifət və zərf olma funksiyasına malikdir. Məsələn, çəpəki sözü həm zərf, həm sifət ola bilər. Çəpəki baxış desəm, sifət olur. Çəpəki baxış desəm, olur. Deməli, zərf kimi. Sonra dönə-dönə, qoşa-qoşa tip sözlər var. Ümumiyyətlə, bu fe'li bağlama ilə a, zərf düzəldən şəkilçisi çox vaxtı qarışdırılır. Niyə fikir vermək lazımdır?
onlarda hərəkət mənasını daşıyırsa özündə. Fiili bağlama da əgər hərəkətin mənasını, hərəkət məzmununu özündə daşımırsa, onda deməli də necə cümlələr sözünü izah edin. Məsələn, deyirəm ki, və deyirəm ki, dönə-dönə Akşam yolu mən dönə-dönə keçirdim. Bu iki cümlədə hər ikisindən dönə-dönə sözü işlənir. Bu bir dənə cümlədə izah edirəm, bir sözün üzərində izah edirəm. Bütün sözləri bu məntiqi eləyə bilərsiniz. Yəni eyni şey, bir fərq olmur. Əgər cümlədə iki dənə hərəkət varsa, iki hərəkət anlayışı varsa, onda həmin cümlədə feili bağlama olmur. Daha doğrusu feili bağlama olur. Əgər cümlədə iki dənə hərəkət anlayışı yoxdursa, hərəkət sadəcə və sadəcə xəbər vasitəsi ilə həyata keçirilibsə, onda həmin cümlədə ki, AA şəkilsinə, əə şəkilsinə yaranan söz zərf funksiyasındadır. Məsələn, müəllim deyək ki, müəllim məsələni dönə-dönə vurğuladı. Müəllim məsələni dəfələrlə vurğulamış ola bilər. Dəfələrlə sözü ilə əvəz edə bilərsiniz, məsələn. Müəllim məsələni dəfələrlə vurğuladı deyə bilirəm. Amma məsələn, müəllim yerini dönə-dönə fırlana məsələni vurğulaya bilməz ki, yəni fırlamaq deyəndə budur da fırlamaq. Yəni yerinə belə bir fırlana necə o məsələni həll eləsin ki, məsələni vurğulasın ki, məsələn. Deməli, buradakı dönə-dönə sözü zərfdir. Niyə? Çünki hərəkət sadəcə bu feillə, bir feillə ifadə olunur. Maşın yolu dönə-dönə keçirdi. Məsələn, o döngə yollar olur, dairəvi yol deyirlər. Məsələn, orada dönə-dönə keçirdi yolu. Məsələn, burada deyirəm ki, iki dənə hərəkət var. Həm dönür, həm keçir yolu. Deməli, buradakı dönə-dönə nədir? Feili bağlama. Belə başqa digər sözlərə də eləyə bilərsiniz. Məsələn, qoşa-qoşa sözü, tikə-tikə sözü. Məsələn, deyirəm ki, tikə-tikə doğradı. Burada ənti tikə-tikə doğradı. İfadəsində tikə-tikə nə deməkdir? Yəni, balaca-balaca da, məsələn, bir boyda nəslə doğrayıb, eləyib, belə-belə. Balaca-balaca, yəni parçalara bölüb də qısaca belə deyil. Bir də var ki, paltar tikə-tikə bizlə söhbət edib. Bu, həm paltar tikir, həm də söhbət edib. İki şeyin andayım. Deməli, oradakı ikinci cümlədəki tikə-tikə sözü feili bağlamadır. Birinci cümlədəki tikə-tikə sözü zərfdir. Sonra, sayda demişdik, yenə də deyirəm. Eyni sözün təkrarı ilə olan saylar cümlədə zərf funksiyasını çıxış edir. Deməli, məsələn, 1, 1, 2, 2 və s. tipli sözlər var da, bunlar cümlədə olacaq zərf kimi də mən bunlara say deməyəcəm. Yəni, əslində belə məntiqlə baxanda bir-bir gedirdilər deyirəm də, bir-bir insan demirəm, bir-bir meyvə demirəm, bir-bir, nə bilim, boşqab demirəm, bir-bir gedirdilər, bir-bir, məsələn, danışırdı, bir-bir nəsə də hərəkət gətirə bilirəm də ancaq özümdən sonra. Əşya gətirə bilmirəm ki, belə məntiqlə baxanda əslində yəni zərf olması daha məntiqlidir, nəinki say olması. Sonra tamamilə bütünlüklə dəfələrlə tipli sözlər var ki, bunlarda düzəltmə zərf olsun. Sonra AX bitişdiricisi də həmçinin, məsələn, gürhagür, vurhavur, hırs ifadələr var ki, bunlar özündən sonra hərəkət gəlir və zərf funksiyasını çıxış edirlər. Sonra tez sözü həm tərs, həm zaman mənasını ifadə edə bilər. Məsələn, deyirəm ki, tez danışın, tez danışın. Məsələn, deyirəm ki, iki dənə cümlə var deməli. Əgər bir ifadə tez deyəndə tərzini bildirirsə, necə danışır? Tez danışır. Bir də deyirəm ki, qocaldı.
Yəni vaxtından əvvəl. Əgər tez sözü vaxtından əvvəl mənasını ifadə edirsə, yəni zamanından əvvəl mənasını ifadə edirsə, onda həmin tez sözü olacaq cümlədə zaman zərfi. Yox, əgər tez sözü onun sürətini bildirirsə, sürətlə olmağı mənasındadırsa, yəni tez danışır, nə tez də danışır, sürətlə danışır mənasında. Deməli, orada tərz hərəkət zərfidir. Deməli, birincisində olacaq tərz hərəkət, ikincisində olacaq zaman zərfi. Sonra layiqincə, yetərincə, nə bilim, doyunca tipli sözlər var ki, bunlar zərf funksiyasına çıxış edə bilər. Bir də ınca şəkilcisi var ki, ınca şəkilcisi bəzən cümlədə fe'li bağlama şəkilcisidir də, həm də fe'li bağlama da ola bilər. Fe'li bağlama şəkli, məsələn, doyunca sözünü yazır. Doyunca sözündə ınca şəkilcisi var da, düzdür. Şəkilcisini silirəm mən cümlədən. Əgər şəkilçinin siləndə fe'l qalırsa yerdə yəni bir dənə fe'l qalırsa, deməli həmin cümlədə doyunca sözü fe'li bağlamadır. Deməli, zərf deyil. Başlayın. Yox, əgər mən ınca şəkilçini siləndə orada fe'l qalmırsa, məsələn, layiqincə sözündə layiq sözü qalır da, düzdür, layiq sözü hərəkət bildirmir ki, fe'l deyil ki, deməli, layiqincə sözü zərfdir. Və ya qədərincə sözündə ıncanı silirəm, qədər qalır. Qədər sözü fe'l deyil ki, deyil. Deməli, qədərincə, layiqincə sözü zərfdir, amma doyunca sözü fe'li bağlamadır. Sonra layiqincə tərzi bildirir, qədərincə miqdarı bildirir. Miqdar zərf funksiyasına çıxış edir. Sonra başqa nə qaldı? Hər birinin ayrı-ayrı məna növlərinə toxunmaq istəmirəm, çünki onsuz ki, bunları oxumalısınız. Sonra sırağı gün sözündə bir onu deyim ki, sırağı gün sözündə ön şəkilçisi sırağı gün ifadəsində öndə məlum olduğu kimi 2 dənə samit var. 2 samit olsa belə, bu söz yenə də milli sözümüz hesab olunur ki, milli sözümüzdür, mürəkkəb sözdür, amma ki, mürəkkəb söz dilində ön şəkilçili sözdür. Amma ön şəkilçili 2 dənə qoşu samitini işləndi, yeganə milli sözümüzdür. Sonra an-ən şəkilçisi ilə deməli, zərf düzəlir və eyni zamanda vurğusunu da dəyişir cümlənin. Normalda, məsələn, zərf düzəldən şəkilçilər lalədir, casnadır, cacədir və s. Bunlar cümlədə vurğu qəbul eləmirlər. Ümumiyyətlə, cümlədə neydə sağ? Sözdə vurğu qəbul eləməyən şəkilçilərdir. An-ən şəkilçisi, an-ən dilində ən şəkilçisi, qəflətən sözündəki ən. Elə bir şəkilçidir ki, qaydəni yazaq. Qəflət yazaq, bir də qəflətən. Deməli, qəflət sözündə vurğu gəlib düşür əyi. An-ən şəkilçisi artıranda amma artıq vurğu gəlir durur birinci hecanın üzərində. Yəni, vurğu qəbul eləmir, üstəlik bu sözün kökündəki vurğunu da əvvələ keçirir. Yəni, bunda birinci nüvədə çox lazım olmayacaq, inanmıram lazımdır. Amma yenə də bilir. Bir də fe'li sifət şəkilçisi an-əndir də, bilirsiniz. Yəqin ki. Fe'li sifət şəkilçisi an-əndir. Zərf düzəldən şəkilçisi isə təkcə əndir. Yəni, bunlar amonim şəkilçidir mi? Yox. Amonim şəkilçi nə vaxt olur? Amonim şəkilçi olması olur ki, məsələn, dır şəkilçisi. Dır üstü 4-dür də, düzdür. Üstü 4. Dır üstü 4-dür. Və bu şəkilçi həm icbar növün şəkilçisidir, həm də xəbərli şəkilçisidir. Yəni, şəxs şəkilçisi də belə deyil. Bir yazdır, bir də qocadır. Hər ikisindəki dır şəkilçisi var. Və hər iki şəkildə bir-birinin amonimi. Niyə? Çünki hər ikisi 4 variantlıdır. Amma şəkilçinin biri 1 variantlıdır, digəri 2 variantlıdır, və yaxud da biri 2 variantlıdır, biri 4 variantlıdır. Həmin şəkilçi amonim ola bilməz. Amonimin qaydası var da, yəni ki, eyni olmalıdır mütləq. Sonra
üzü aşağı, üzü yuxarı tipli sözlər var ki, bunlar da zərf funksiyasına çıxış edir. Sonra babə ifadəsi ilə, babə ifadəsi ilə, babə bitişdiricisi ilə məsələn daha çox sifət düzəlir. Amma zərf də düzələ bilər. Məsələn, and, and ifadələr zərf funksiyası, ad və ad ifadələr zərf funksiyasına çıxış edir. Başqa da belə bir şey qalmadı zərfdən. Yəni onsuz ki, bir zərfdən nəyi qarşılaya bilərsiniz? Feili bağlama ilə zərfin fərqini qarşılaya bilərsiniz. Onu da bayaqlar izah elədim. Yəni iki hərəkət varsa feili bağlamada, yox, əgər tək hərəkətdən söhbət gedirsə zərfdir. Buna çaparaq, qasaraq sözlərində aid eləmək olar. Məsələn, deyirəm ki, igidlər at çaparaq yarışırdılar. Burada məsələn, həm atı çapırlar, həm də yarışırlar. Düzdür, iki dənə hərəkət var. Bu olacaq feili bağlama. Amma deyirəm ki, məsələn, məktubu çaparaq atana yetişdir. Məsələn, burada çaparaq sözü artıq tərzini bildirir, işin tərzini bildirir. Deyirəm ki, məktubu çaparaq yetişdir. Artıq burada həm çapıb, həm yetişdirmə məsələsi, məktubu yetişdirmə məsələsi yox ki, orada at çapmağın da bir tərzini bildirir. Yəni tez çap atını, o mənada. Başqa da bir şey yoxdur, sadəcə hərəkətə aid olmaq, bir də əşyaya aid olmaq anlayışını qarışdırmayın ki, yəni zərf mütləq hərəkətə aid olur. Hərəkətə bir də əlamətə aid olur. Belə. Əşyaya da aid olmasın, yer zərfləri əşyaya aid olacaq. Yuxarı aşağı ifadə, yuxarı mərtəbə, aşağı mərtəbə deyirəmsə, daha oradakı yuxarı aşağı sözünə sifət deməyəsiniz. Onu biləcəkdir. Yer zərfləri əşyaya da aid ola bilər. Amma bu onun zərf olduğunu dəyişdirmir. Amma digər tərz hərəkət zərfləri deyil falan, onları məsələn baxasınız. Yaxşı sözü, pis sözüdür. Məsələn, bunlar cümlədəki quruluşuna görə dəyişir. Yaxşı insan desəm, yaxşı sözü sifətdir. Yaxşı danışır desəm, yaxşı sözü